Abşeron rayonunda 41 yaşlı kişi arvadına xəsarət yetirib, hadisə ötən ilin martın 7-sində baş verib. 1985-ci il təvəllüdlü Talih həmin gün saat 12 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Kəmalə ilə mübahisə edib. Bu mübahisəyə səbəb Kəmalənin ondan icazəsiz evi tərk edərək valideynlərinin yanına gedib və qayıtmamasına görə irad bildirməsi üstündə baş verib. Həmin səbəbdən tərəflər arasında ailə münaqişəsi zəminində baş vermiş narazılıqla bağlı mübahisə zamanı Talih əsəbləşərək arvadının üzərinə hücum edib, əl yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Həmin zərbələrdən qadın yerə yıxılaraq başının evin döşəməsinə dəyməsinə səbəb olmaqla xəsarətlər yetirib. İş üzrə izahat verən Talih ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, arvadı Kəmalə ondan icazəsiz yaşadığı evdən çıxıb və valideynlərinin yaşadığı ünvana gedib. Növbəti gün saat 9 radələrində evdən çıxdım və Xırdalan şəhərinə getdim. Saat 12 radələrində yaşadığım evə qayıdarkən Kəmalənin evə qayıtdığını gördüm. Ondan hansı səbəbə icazəsiz evi tərk edərək getdiyini soruşdum. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək Kəmalənin üzərinə gəldim və qəsdən əl yumruq zərbələri ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurdum. Kəmalə aldığı zərbələrin təsirindən yerə yıxıldı, başı döşəməyə dəydi. Bundan sonra mübahisələrimiz başa çatdı. Mən yaşadığım evi tərk edərək yaxınlıqda olan mağazaya getdim. Evə qayıtdıqda isə Kəmalənin getdiyini gördüm deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Kəmalənin sözlərinə görə Talih ilə 2012-ci ildə ailə həyatı qurub və həmin evlilikdən 2 övladları anadan olub. Evli olduğumuz müddətdə mütəmadi olaraq valideynlərimin Qobu qəsəbəsində yaşadıkları evlərinə gedib gəlirəm. Bununla bağlı hər dəfə Talih mənimlə mübahisə edib deyə qadın ifadəsində göstərib. Zərər çəkmiş daha sonra ifadəsində əri ilə mübahisə etməsindən, əri ilə baş verən mübahisə ilə bağlı polisə şikayət etməsindən danışıb. Məhkəmədə məlum olub ki, təqsirlənən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərər çəkmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Abşeron rayon məhkəməsinin hökmü ilə təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Qusar rayonunda 16 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib, hadisə ötən ilin iyulun 26-sında rayonun Yasab kəndində baş verib. 2010-cu il təvəllüdlü Tahiri həmin gün saat 19 radələrində kənddə yerləşən həmin kənd sakini sahibə məxsus ərzaq mağazasının yan tərəfində Zaur ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Zaurun sifət nahiyəsinə bir dəfə yumruqla və bel çiyin nahiyəsinə bir dəfə təpiklə vurub. İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, iyulun 26-sında saat 18 radələrində əkin sahəsindən evə gəlib və atasından icazə aldıqdan sonra dostlarının yanına gedib. Bu zaman əvvəllər qiyabi olaraq tanıdığım Zaur özünə məxsus səhifədə TikTok sosial şəbəkəsi vasitəsilə canlı yayım açdığını gördüm və zarafatla özünə hörmət qoy sözləri ilə rəy yazdım deyə Tahir ifadəsində göstərib. Tahir qeyd edib ki, daha sonra olduğu yerə Camal etibar 2 nəfər tanımadığı şəxs yaxınlaşıblar. Mən Camalın mobil telefonunu götürərək Zaura zəng vurdum və yazdığım ifadəni səhv başa düşməməsini bildirsəm də Zaur bu sözlərimə güldüyünü gördüm. Bundan sonra əsəbləşərək telefonu söndürdüm deyə o ifadəsində göstərib. Zaur ifadəsinə görə daha sonra Zaur Camalın telefonuna zəng vurub və onun olduğu yeri öyrənərək bir qədər sonra ora gələcəyini bildirib. Bir neçə dəqiqə sonra həqiqətində sahib adlı şəxsin mağazasının yanına gəldim. Orada 2-3
dəqiqə aralarında mübahisə oldu və bu zaman Zaur mənə qarşı nalayiq ifadələr işlətdiyinə görə sağ əlim ilə onun sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi endirdim. Bu zərbələrdən Zaur yerə yıxıldı. Mən isə ona yaxınlaşaraq sinəsindən tutdum və çiyin nahiyəsinə təpiklə zərbələr endirdim. Bundan sonra Zaur evinə yola saldım, özüm də getdim deyə o ifadəsində qeyd edib. Zərər çəkmiş Zaurun sözlərinə görə 2025-ci il iyulun 26-sında saat 18:30-da özünün TikTok sosial şəbəkəsində istifadəsində olan Zako adlı səhifəsində canlı yayım yaradıb və Bakı şəhərində yaşayan sinif yoldaşları ilə söhbətləşdiyi zaman bir nəfər tanımadığı şəxs onun yanına izləyib. Lakin aramızda mübahisə yaranmadı. Təxminən 20 dəqiqə sonra mənim mobil telefonuma WhatsApp sosial şəbəkəsi vasitəsilə Camal adlı dostumdan zəng gəldi. O məni gəzməyə dəvət etdi və kənddəki marketin yanına çağırdı. Telefonunu gec açmağım, eləcə də bu zəmin gülməyim dostumun yanında olan Tahirin xoşuna gəlmədi. O telefonda aqressiv şəkildə məni çölə çağırdı. Təxminən 10 dəqiqə sonra onların yanına getdim. Bu zaman Tahir mənimlə aqressiv danışaraq nalayiq sözlər işlətməyə başladı. Mən onun bu sözlərinə reaksiya verməyərək getdim deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, Tahirin təkidi ilə 2-3 dəqiqə sonra həmin yerə qayıdıb. Bu zaman Tahir qəfildən göz nahiyəmə yumruq zərbəsi vurdu. Mən zərbənin təsirindən huşumu itirərək yerə yıxıldım. Bundan sonra 2 şəxsin köməyi ilə evimə getdim deyə zərər çəkmiş ifadəsində göstərib. Qusar rayon məhkəməsinin hökmü ilə Tahir 1 il müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində hər gün yaşadığı evini axşam saat 23:00-dan səhər saat 07:00-a tərk etməsi, həmçinin Qusar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Lənkəranda 25 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib, hadisə ötən ilin mayın 13-də rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Fəqan həmin gün axşam saat 21 radələrində Lənkəran rayonunun kəndində yerləşən yaşadığı evin qarşısında olarkən əvvəllər aralarında münaqişələri olduğuna görə münasibətlər saxlamadığı həmkəndlisi Vahid küçə ilə piyada yeriyərək onun qarşısından keçdiyi vaxt ona qarşı yeriş tərzinə iradını bildirib. Bununla əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruğu ilə Vahidin burun və sol göz nahiyəsinə zərbələr vurub. İş üzrə ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Lənkəran rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Zərər çəkmiş Vahid mənim həmkəndlimdir. Vahid ilə təxminən 2-3 ildir ki, aramızda narazılıq var. 2 il bundan əvvəl Vahid atam Fərmanın mağazasına gəldi, aralarında mübahisə oldu. Vahid atamı təhqir etməyə başladı. Həmin vaxt aramızda münaqişə baş verdi. Vahid bizi polisə verdi. Polisdə araşdırma aparıldı. Araşdırma nəticəsində atam 10 gün inzibati qaydada həbs edildi. Bu hadisədən sonra aramızda narazılıq yarandı. Bir-birimizi danışdırmadıq deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, 2 ildən sonra, yəni 2025-ci ilin mayın 13-də saat 21 radələrində Vahid həmkəndlisi Rufis ilə birlikdə onun evinin qarşısından keçib. Bu zaman Vahid gözlərimin içinə baxaraq güya özünü göstərirmiş kimi, yəni əllərini aralayaraq lotuymuş kimi yeriyirdi. Vahid gözlərimin içinə tərs-tərs baxdı. Buna görə də Vahid də biraz düzgün yeri dedim. O yenə də öz hərəkətlərinə davam etdi və bunu
bir neçə dəfə təkrarladı. Buna görə də ona düzgün yeriməsini bildirdim. Bunu dedikdən sonra Vahid arxaya çevrilərək əxlaqsız ifadələrlə irad tutan kimi olduğunu söylədi. Məni təhqir etdi. Vahid məni təhqir etdiyinə görə onun üstünə getdim. O da mənim üstümə hücum çəkdi. Bir-birimizlə dalaşmağa başladıq. Vahidlə əlbəyaxa olduq. Əlbəyaxa zamanı bir-birimizə yumruq və təpiklə zərbələr vurduq. Zərbələrin Vahidə dəymədi, lakin sağ əlim onun vurduğum bir yumruq zərbəsi onun sol göz nahiyəsinə dəydi, deyə o ifadəsində göstərib. Lənkəran rayon məhkəməsinin hökmü ilə təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə Konstitusiya və suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5-ci bəndinin 5-ci hissəsinin 1-ci bəndinə əsasən xitam verilib. O həmin maddə üzrə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib, təqsirlənən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qəti imkan tədbirinə Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib.